Mövqeləndik, mən öz badimlə və digərlər də hərəsi öz badiləri ilə orada başladılar mövqelənməyə. Biz mövqələrimizdə oturmuşduq, birdən biz əskər gözlürdük. Gördüm ki, kimsə başladı öskürməyə. Haradasa bizim 5-6 metrimizdə idi. Öskürdü və başladı boğazını təmizləməyə. Mən dedim ki, bu bura nə vaxt gəldi, biz bundan xəbərimiz olmadı. Və çalışdım ki, onu görəm. Biz də kolun içərisindəyik, bizimlə cığırın arasında heç 10 santı məsafə yoxdur. Yəni, diqqətlə baxılsaq, seçilərik. Biz səsimizi çıxarmadan başladıq onlara izləməyə. Düzdür, görsənmirdi. Mən çalışırdım ki, onları görüm. Görün bu kimdir və bizə bu il belə necə yaxınlaşıb. Və istədim görəm, başımı qaldırmaq istəyirdim ki, görəm və bu əgər təkdirsə, bunu ya əsir götürəm, ya da ki, əsir düşməsə məhv edim. Həmin vaxtı 3 nəfər erməni əskərləri hərəkətini gördüm. Bizə tərəf hərəkət edirlər, cığırla. Gördüm ki, bunlar komandir heyətidir. 2 nəfər komandir heyətidir, bir-biri ilə erməni dilində söhbət eləyir, biri də arxalarında onların yağın ki, müddətdən artıq hərbi qulluqçusu idi, boyları haradasa 1.78-1.80 belə boyları var. Və geyimlərindən, qollarındakı şevronlarından mən gördüm ki, bunlar xüsusi təyinatlardır. Və həmin anda fikirləşdim ki, biz axtardığımızı tapmışıq. Ki, bunlar həmən diversiya qrupları ki, meşədə məskunlaşıb bizim postlarımıza əmr gözürlər ki, basqın eləsinlər. Bizim də qabaqsından təyin olunmuş qaydada belə bir planımızda belə bir şey vardı ki, biz atəşə ancaq qrup komandirinin atəşi ilə başlayacaq. Düşmən sağdan da gəlsə, soldan da gəlsə, fəaliyyət onun atəşi ilə başlayacaq. Onlar bizim yanımızda mənim badimim və mənim yanımdan gəldilər, keçdilər. Biz onlara sərbəstlik verdilər. Tam rahatçılıqla söhbət edirlər, getdilər. Növbəti badi sistemlərinə keçdilər, getdilər. Və qrup komandirini və onun badisində keçib getdilər. Nə yaxşı ki, həmin vaxtda biz ateş eləmədik. Çünki hələ arxa var, hələ arxanın gəlməyi var. Çünki burada 3 nəfər ola bilməz. Onların da qrupunda 10-12 nəfərdir. Bunlar əgər yarım qruplarsa 6 nəfər olmalıdırlar. Qruplarsa 12 nəfər olmalıdırlar. Biz onlara sərbəstlik verdik. Tam geçsin ki, qrupun tam özünü tutaq. Və həmin vaxtda yenə öskürək eşitdim. Bunlar bizdə keçdilər, getdilər. Görüm ki, yenə öskürür. Fikirləşdim ki, ola bilsin ki, bəlkə də bunlar bizi gördülər, görünməzliyə burada keçdilər, 2 tərəfdən ateş eləmək istəyirlər. Mən dedim ki, yox, bu səfər qalxıb vuracaq. Bu dəfə vurmalıyam onu. Və qalxdım ki, ateş eləyəm, yenə də həmin vaxtı eyni bir şey təkrar oldu ki, gördüm ki, 6 nəfər eyni formada, danışa-danışa, tam arxayı, boyları da baxırsan yenə də hündür, forma, həmin xüsusiyyətlərin forması, rəqəmsal forma, qollarında şevron, başlayırlar cığırla hərəkət eləmək. Danışırlar, gülürlər, tam sərbəst. Gördüm ki, əllərində onların zirehli jiletləri var. Başlarında dəbilqələri var. Mən baxdım ki, 5 çapma ilə atəş eləsəm, onun heç vaxtı zirehini dələ bilmərəm, ancaq başını nişan alıb atacam. Və arxaya yaylandım ki, bunlar mənim tuşumdan keçsin. Əgər görsələr, həmin vaxtı, yəni orada sürpriz durumlar var ki, qabaqsan düzdür təyin olub ki, qrup komandanın ateşinə başlayacaq. Amma düşmən məni gördüsə, orada həyat birinci tətik sıxanındır. Və gözlədim ki, gəlib bizim tuşumuza çatsınlar. Gördüm, tam sərbəst, heç bizi də görmədən bizi də keçdilər. Növbəti badilər də keçdilər. O şəxslərdən də var, hal-hazırda bu da qazilərimiz var, onların adını çəkəcəm inşallah. Və qrup komandiri və onun badisini keçəndə axırıncı adam çevriləndə ona görə və özünü
görməməzliyə vurub getmək istəyəndə o həmin döyüşçü yoldaşımız bunu başa düşüb və dərhal müdaxilə etdi, atəş etdi. Atəş edəndə biz hamımız kolun içərisindən qalxanda bunlar belə bir şey gözləmirdilər axı. Ki buradan axşam keçiblər, səhər qayıdıblar, bir də gəliblər. Burada belə bir şey olmuyor. Axı bunları biz gizləmişik, bizi nətər tapdılar? Bizim məxfi yerimizi, bizim gizləndiyimiz yerimizi bazı bölümdə nətər tapdılar? Və bizi çıxanda üzümüz gözümüzdə saqqallı, maskirovkalı, naqurumlikdə baxırlar ki, hamısı da yaşlı, canlı əskərlərdir. Onlar avtomatik başa düşdülər ki, bunlar hamısı kussənatlardır. Və başladılar qışqırmağa. Azərbaycan esti, Versantes qışqırdılar. Mata, mata, mata da onlarda ana deməkdir. Mən ana sözünü onlara orada öyrənmişim. Başladılar bunlar qışqırmağa, biz çıxdıq, onlardan təslim olmağını istəyəndə bunlar silaha əl atmaq istəyirdilər. Həmin vaxtı vadilərdə, mən bu danışdığım proseslər harca 15-20 saniyə proseslərdir ki, mən bunları uzun-uzadı ətraflı danışıram sizə. Ki bu epizodlar. Mən adını çəkəcəm həmin şəxsin, Mahir qardaşımızın, Məmmədov Mahir. O, 1-ci erməni vurasının 2-ci ilə əlbəyax oldu. Qrup komandiri. Birini vurdu, onun erməninin vurduğu erməni xüsusiyyətlərinin zirehlindən dəydi və güllənin təsirindən o yıxıldı. Yıxıldı, amma zirehdən güllə keçməmişdi yenə. Sağ idi və getdi onu məhv elədi. O birisi babi sistemlərimizdə başladılar, bir nəfər tutdular, o başladı onlara qarşıdı. Müqavimət göstərmək istəyirdi, amma məhv olundu. Onlar da onu məhv elədi. 2 nəfər də tam qışqıra-qışqıra çıxmışam, mənim yanıma tuşuma çatanda bir-birinə çapraz şəkildə gəlirdilər. Çıxdım, heç aralarında heç elə bir məsafə də yox idi. 10-15 santim, düz lüləmin qabağındaydılar. Yenə də təslim olmaqlarını istəyirdik. Görüm ki, silahlarını əl atırlar. Başladım onları. Bizdə bir atış, bir ölüm deməkdir. Onların boğazından, çünki əllərində branşet var idi və başlarında dəbliqə. Boğazlarından atəş elədim. Atəş elədim, biri yerində də keçindi, ikincisi başları yerinə qırılmaq və ona da atəş elədim. Atəş eləyəndən sonra başladılar 2 post tərəfindən bizə atəş eləməyə. Çünki bildilər ki, xüsusiyyətli qüvvələr bunları aşkar eləyib və qabaqda gedənlər yoxu qrup gəlmədi bunlara qarşı. Biz başladıq müdaxilə eləməyə, atəş səslərini eşitdilər və onlar başladılar nə eləməyə, postlardan bunlardan əlini üzdülər ki, bunlar öldü, məhv oldu. Başladılar bizə qarşı atəş eləməyə. Biz ağaclardan